Salam, hər vaxtınız xeyir olsun. Azərbaycan Dünya İnformasiya Mərkəzində İctimai Birliyin sədri Kamil Abdullayev. Çox hörmətli mənim sosial şəbəkə dostlarım. Deməli, Səhiyyə Nazirliyi haqqında bugün məlumat vermək istəyirəm. Səhiyyə Nazirliyində baş verən bu qanunsuzluqlar, bu əxlaqsızlıqlar, bu saxtakarlıqlar, bunlar tez-tez sosial şəbəkələrdə büruzə verir və görürsünüz ki, bu haqqında heç bir tədbir görülmür. Mən üzümü tuturam Səhiyyə Naziri Teymur Musayevə. Cənab nazir, hara baxırsınız? Cənab nazir, bu qədər qanunsuzluq olmaz axı. Və bir məsəl var. Teymur Musayev bir nazir kimi artıq prezidentə arxayındır. Bilir ki, prezident buna etimad göstəribdir, bunu nazir təyin edibdir və lazım olanda cənab prezident özü çağırıb bunu işdən azad edəcək. Bu rahatdır. Amma bu rahatçılığın arxasında nə durur? Teymur Musayev prezidentə arxalanır və digər o korrupsiya ilə məşğul olan Teymur Musayevin işçiləri isə Teymur Musayev arxalanır. Elə etimad göstəribdilər ki, Teymur Musayev onlara tam şəkildə inanır. Teymur Musayev Səhiyyə Nazirliyinin aparat rəhbəri var, Tural Babayev. Bunu hardan gətirmişsiniz qardaş, Teymur Musayev? Bunun tibbi təhsili yoxdur. Aparat rəhbərinin heç olmasa bir tibbi təhsili olsun ki, bir zəng olunanda, bir ora gələndə normal qarşılaya bilsin ki, nədən söhbət gedir. Bu iqtisadiyyatı qurtarmış, vergidə min cür maxinasiyadan çıxmış adamı gətirib özünə aparat rəhbəri qoyursa, bu da ancaq orada korrupsiya yuvası yaradıbdır. Teymur Musayev, valla səni tutacaqlar. İnandırım, səni tutacaqlar. Ölkə rəhbərinə qarşı bu qədər hörmətsizlik olmaz. Ölkə rəhbərinə qarşı bu qədər etibarsızlıq olmaz. Ölkə rəhbərini bu qədər dolamaq olmaz. Teymur Musayev səhiyyə sahəsində ya bir irəliləyiş həyata keçir, ya da bu nədir? Elmi Tədqiqat Tibb Bərpa İnstitutu sizə aiddir də, Səhiyyə Nazirliyinə aiddir. Elmi Tədqiqat Tibb Bərpa İnstitutunda Teymur Musayev bilirsiniz nələr gedir? Ora Kadrlar şöbəsi adlandırılırdı əvvəl. O Kadrlar şöbəsinə müdir bir Vüsalə Məmmədlini gətirib ora təyin eləyəndə Elmi Tədqiqat Tibb Bərpa İnstitutuna o gündən Elmi Tədqiqat Tibb Bərpa İnstitutu batıb. Namiq Hüseynovu gətirib oraya siz direktor müavini təyin eləyəndən orada demək olar ki, ədalətdən söhbət gedə bilməz. Kişilikdən söhbət gedə bilməz, mərdlikdən söhbət gedə bilməz. Bunların hamısının idarəçiliyi sənin Tural Babayevindir, aparat rəhbərindir. Siz baxmırsınız orada nələr baş verir. Həkimin bilgisayarına götürüb də gizli kamera quraşdırırlar. Ondan sonra qanunsuz nə qədər sizin əməlləri var orada, nə qədər əməkdaşları qanunsuz olaraq işdən çıxartmaq olar, nə qədər. Siz hara baxırsınız? Bir nazir olaraq siz Teymur Musayev hara baxırsınız? Sizə nə qədər müraciət olunur? Bu prezidenti nə qədər barmağınıza dolayacaqsınız? Nə qədər saymamazlıq eləyəcəksiniz? Nə qədər hörmətsizlik eləyəcəksiniz? Cənab prezident deyir ki, kadr siyasətində ədalətli prinsipi həyata keçirin və vətəndaşları incitməyin. Siz nə edirsiniz? Deyirsiniz, bu kimdir danışır? Siz ölkənin rəhbərini dolanmışsınız. Teymur Musayev, bilsən, Tural Babayevin bir hərəkətlərinə bax. Vaxtilə mən deyəndə ki, ölkənin rəhbəri səhiyyə sahəsində islahatları sizə tapşırıbdır. İslahat aparın. Bu demək deyil ki, sən ziyalını, alimi götür-günən yerinə saxta diplomlu olanı gətirib orada direktor təyin eləyirsiniz və yaxud da baş həkim təyin elədiniz. Rəhmi Atəşi kim gətirdi ora? Gözəlliyinə görə və bildirdiniz ki, bu Mehriban xanımın rəfiqəsidir. Yalandan, oranı dağıtmağın dərdindən ki, qoy oranı Rəhmi Atəş dağılsın. Rəhmi Atəş də kimin adamıdır? Sizin. Tural Babayevin adamıdır. Tural Babayevin əli ilə bu cür əxlaqsız hərəkətlər kimin əlindən həyata keçirilir? Tural Babayevin. Cənab nazir, vaxtında tədbir görün. Bu prezidenti siz eləmişsiniz heç nə. Prezident nə vaxtı? Deyəndə ki, ölkədə məmurlar vətəndaşlarla normal səviyyədə davranmalıdır. Siz əksinə eləyirsiniz ki, mən saymıram prezidenti. Belə olmaz. Biz də qeyri-hökumət təşkilatının rəhbəri kimi bir daha sizə
müraciət eləyirik. Cənab nazir, tədbir görün. Elmi Tədqiqat Tibb Bərpa İnstitutu dağılır. Qoyduğunuz kadrlar odur da. Tural Babayev harda dul qadın var, gətirib onu vəzifəyə gətirib. Baxmayaraq ki, onun əxlaqında, ədəbində, ərkanında müəyyən problemlər var. Belə olmaz. Tural Babayevə nə qədər inanmaq olar? Orada tibb təhsili olan bir insan yox idi. Gətirib özünə aparat rəhbəri qoyasan. Vergidən gətirmisiniz Tural Babayevi at oynadır orada. Sizin də adınıza, prezidentin də adına ləkədir. Bir insan ki, mən dəfələrlə müraciət eləmişəm, mən qəbulunda olmuşam ki, Mehriban Əliyeva Azərbaycan xalqına tibb sahəsində, tək tibb sahəsində yox, bütün sahələrdə müstəsna xidmətləri olub Mehriban Əliyeva. Deyir, nə xidmət olub ki onun? Tural Babayev, sənin nə xidmətin olub? Sən kimsən? Kim olmusan ki sən? Bu cür hallara cənab nazir vaxtında tədbir görmək lazımdır. Diqqətinizə görə sağ olun.